Növbəti hədis Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm, deyir, paltarın topuqdan aşağı olan hissəsi cəhənnəm odundadır. Hədisi İmam Buxari rəvayət edib. Bu hədis göstərir ki, müsəlmanın libası topuqdan aşağı düşməməlidir. Bu, təkəbbürlüyün əlamətlərindəndir. Həmçinin natəmizliyin əlamətlərindəndir. Elə sürünə-sürünə hər yerə dəyir. Və Allah Rəsulü nə dediyi ki, topuqdan aşağı olan hissəsi deməli cəhənnəm odundadır. Başqa bir rivayətdə gəlir ki, 3 sinif insan var ki, Allah onların üzünə baxmaz, onları danışdırmaz, onları təmizə çıxartmaz və onlara şiddətli əzab vardır. Onlardan biri kimdir? Libası, təkəbbürlüyündən libası topuğuna aşağı olan. Bayaqki hədisdə dediyim hədisdə deyir, kim təkəbbürlüyündən eləyərsə Allah onun üzünə baxmaz. Görürsə, hamısı nədir? Pis aqibətdir. Bir rivayətdə cəhənnəm odundadır, digər rivayətdə deməli, təkəbbürlükdən daha şiddətlidir. Bir var təkəbbürlü olmadan, bir cəhənnəm oduna toxunacaq. Bir də var təkəbbürlükdən, bunun əzabı lap şiddətlidir. Nədir? Allah üzünə baxmaz, danışdırmaz, təmizə çıxartmaz və onu şiddətli əzab gözləyir. Bu onu göstərir ki, bəzi adam deyir ki, yox, təkəbbürlükdən eləmirəm. Bir qədər təkəbbürdən eləməyəndə yenə odu var. Amma təkəbbürlükdən eləsən, bu lap şiddətlidir. Tam fərqli-fərqli hökmlərdir, fərqli-fərqli səbəblərdir. Bu adam təkəbbürlükdən eləyib səbəbi ayrıdır. Bu birisi yox. Deyir ki, hər ikisinin səbəbi də müxtəlifdir, hökmlər də müxtəlif. Birində cəhənnəm oduna toxunacaq, lakin digərinin daha şiddətli hökmdür. Ona görə qardaş deyir ki, bu böyük günahlardandır. Ona görə müsəlman öz libasına da fikir verməlidir. Şəriət hər şeyə toxunub. Bugün təəssüf olsun ki, müsəlmanlar özlərini oxşadıblar kafirlərə, qəribə. Necə gəldi geyinirlər, keçinirlər, subhanallah.